Hər vaxtınız xeyirli olsun. Qədim İbrani Azərbaycan dillərində oxşar sözlər lüğətinin hazırlanması kursuna xoş gəlmisiniz. Bugün 8-ci dərsdəyik və mövzumuz qədim İbrani dilində xorba və Azərbaycan dilində xaraba sözlərinə həsr olunub. Gəlin İbrani dilində xorba sözünə yaxından baxaq. Əvvəla yuxarıda sağ tərəfdə bir rəqəmini görürsünüz. Bu o deməkdir ki, xorba və xaraba sözləri lüğətimizin birinci kateqoriyalı sözləridir. Yəni, bu sözlər həm səslənməsinə görə, həm də mənasına görə oxşar sözlərdir. Azərbaycan dilində xorba sözünün digər mənaları burada qeyd olunduğu kimi xarabalıq, viranə, dağıntı, viran qalmış yer, boşalmış, sökülmüş, dağılmış yer və məkan kimi ifadələrlə bu söz tərcümə olunur və ya məna daşıyır. Strong lüğətində xorba sözü 2723 rəqəmi altında gedir və müqəddəs kitabda bu söz ümumilikdə 42 dəfə istifadə olunub. Gəlin indi xorba sözünün tərkib hissəsinə baxaq. Bu söz 4 samitdən ibarətdir və onlara bir-bir nəzər yetirək. Birinci samitimiz xət, daha sonra rəş, üçüncü samitimiz bət və axırda hey samiti gəlir. Bu 4 samitin səslənməsi saitlərlə birlikdə xorba sözünü əmələ gətirir. Fikir verin ki, üçüncü samit bet hərfi, onun ortasında daqeş, yəni nöqtə işarəsi var. Nöqtə işarəsi bu hərfi B səsinə gətirir. Əgər bu hərfin ortasında nöqtə işarəsi olmasaydı, onda bet V kimi səslənərdi. Nöqtə olanda B kimi səslənir, nöqtəsiz isə V kimi səslənərdi. Burada nöqtə olduğuna görə nəticədə biz xorba sözünü alırıq. Oldu, gəlin indi xorba sözünün müqəddəs kitabda istifadə olunduğu qaydaya baxaq. Xüsusilə də biz müqəddəs kitabın Tövrat bölməsinə varacağıq və oradan deməli Levilər kitabında 26-cı fəsil 31-ci bəndə baxacağıq. Bu bəndi səsləndirmədən qabaq qeyd edim ki, burada həmişə olduğu kimi əvvəl qədim İbrani dilində bu bəndin yazılış qaydası verilir, daha sonra onun latın əlifbası ilə transliterasiyası və lap aşağıda da həmin bəndin Azərbaycan dilində tərcüməsi verilir. Burada deməli xorba və xaraba sözləri sarı rənglə alınıb ki, diqqətimiz onlara cəmlənsin. Gəlin qulaq asaq. ונתתי את עריכם חורבה, והשימותי את מקדשכם, ולא אריח בריח ניחוחכם. Yəqin ki, xorba sözünün tələffüzünü çox aydın şəkildə eşitdiniz. Burada digər maraqlı sözümüz, deməli, et miqdəşəxəm sözüdür. Et miqdəşəxəm. Bu, müqəddəs sözü kimi tərcümə olunmuş sözdür. Əslində onun kökündə kadoş sözü durur, hansını ki biz keçən dərslərin birində keçmişdik və mənası da müqəddəs deməkdir. Gəlin bu bəndi Azərbaycan dilində oxuyaq. Burada Allah Taala öz xalqına müraciət edir, onu Misir köləliyindən azad edəndən sonra deyir ki, əgər sözümə qulaq asmasaz, əgər sözümə xor baxsaz, məndən üz döndərsəz, onda şəhərlərinizi xaraba qoyacağam, müqəddəs məkanlarınızı viranəliyə döndərib, xoş ətirlərinizi, yəni qurbanlarınızı qəbul etməyəcəyəm. Və burada xorba sözü xaraba mənasında istifadə olunur. Gəlin bir daha İbranica qulaq asaq. ונתתי את עריכם חורבה, והשימותי את מקדשכם, ולא אריח בריח ניחוחכם. Bəli. Ümumilikdə bu 26-cı fəsil çox önəmli fəsillərdən biridir. Konteksti daha yaxından başa düşmək üçün ki, niyə görə Allah Taala məhz bu cür öz xalqına deyir, məsləhət görərdim ki, Levlərə kitab 26-cı fəsli bütövlüklə oxuyasınız.
İndi isə biz növbəti addımda, əslində bu bizim sonuncu məqamımız bu dərsimizdə olacaq. İstərdik sizə İbranicə, Ərəbcə və Azərbaycanca bu sözün xüsusiyyətlərini göstərək. Yəni, nəyə görə ərəbcə? Artıq dəfələrlə demişik, bizim lüğətimizin ərsəyə gəlməsi üçün böyük töhfə verən məhz ərəb dilidir. Çünki Azərbaycan dilimizdə çoxlu sayda ərəb mənşəli sözlər var. Ərəb dili isə İbrani dili ilə bir növ bacı-qardaş sayıla bilən dillərdir. Çünki onlar Sami və ya Semit ailəsinin üzvləridir. Yəni Şem və ya Sam Nuh peyğəmbərin 3 oğlundan biridir ki, onun nəslindən məhz bu İbrani dili və ərəb dili, arami dili və digər deməli dillər yaranıb. Burada xorbah sözü İbrani dilindəki söz, ərəb dilində, ya ərəbcə xarab sözü ilə eyni sözlərdir və ərəb dilindən də xarab sözü Azərbaycan dilinə gəlib və onun, yəni xarab, hələ xərəb sözümüz də var, düzdür, və xaraba sözü əmələ gəlib. Yəni xaraba sözü ərəb mənşəli söz olduğuna görə biz bu sözün İbrani dilində xorbah sözü ilə həm səslənməsinə görə oxşarlığını görürük, həm də mənasının eyni olduğunu tuta bilirik. Burada aşağıda qeyd olunduğu kimi, onu da diqqətinizə çatdırmaq istəyərdim ki, Azərbaycan dilində xaraba sözü mənfi çalara malik bir sözdür. Bəzən lənət kimi istifadə olunur. Misal üçün, xarabaya qalsın kimsə nəyəsə deyir. Əsas mənası isə dolğun və tamlıq olmalı yerdə boşluğu göstərən, dağılmış bir yer, viran olmuş, münbüt olmaq əvəzinə quru olan torpaq, pozulmuş, xərab olmuş bir yer və ya məkandır və ya bir yer və ya məkanı bildirən söz və ya ifadədir. 8-ci dərsimiz burada sona çatır. Ümid edirəm bu dərs sizin üçün maraqlı oldu. Lütfən şərh bölməsindən istifadə edərək öz fikirlərinizi, şərhlərinizi, bəlkə suallarınızı, bəlkə düzəlişləriniz varsa, düzəlişlərinizi qeyd edin. Məmnuniyyətlə sizin şərhlərinizi oxuyuruq və bacardığımız qədər suallarınız yarandıqca onlara cavab verməyə çalışırıq. Qoy Tanrı sizə bol-bol xeyir-dua versin. Qoy həyatınızda hər zaman bolluq və firavanlıq olsun. Gələn dərsdə görüşənədək sağ olun.